Hər kəsə salam. Yeni bir vloga başlayıram. Çoxdan yeni bir vlog başlatmırdım. Burada güc sever, qoy arxa fonumu. Qəşəng olsun. Necəsiz, neyinirsiniz? Mən çox yaxşıyam. İndi avtobus gözləyirəm. Gəldi. Minim davam eləyəcək düşəndə. Gənclikdə avtobusdan düşdüm. İndi metroya düşüb 28-ə keçirəm. Əslində taksi ilə gedəcəkdim. Sadəcə gördüm ki, taksi 10 dəqiqə göstərir gözləmək. Yəni o qədər gözləməyə düz səbrim çatmır. Ona görə də elə avtobus metro ilə gəldim. Həm də belə daha tez çatacağam deyə düşünürəm. Nəysə, bu gün Nabatla Sərimən gedirik. Bu arada mənim günüm çox erkən başlayıb. Saat heç 7 değildi mən oyananda. Səhər idmana getmişik yoldaşımla bir yerdə. Sonra evə gəlmişik. Mən təkrar hazırlaşıb eləyib çıxmışam. Belə, indi isə gedək Səriməndə təkrar videonu başladacağam. Deməli, Səriməmiz gəldi. Burada səslər, pomidor yumurta, bilinçik ən sevdiyim, yanında belə qızardılmış yumurtalı çörək, izqara börəyi, orada pomidor xiyar, burada belə Sərimə çeşidləri, belə deyək, nə bilim, bal yağ, qaymaq və s. Bir də belə pankekdən banan. Çox dadlı görünür və biz başlayaq. Deməli, bunlar pişiklər üçün su qablarıdır. Hövzəsinə suyu doldurursunuz. Sonra hiss etsə, bilmirəm necəsə, bura tökür. Demək qiymətdən baxdım ki, bəlkə miya ilə tost üçün alaram. Qiymətdən baxın. Nabat demiş, buradan özüm içərəm mən. Zarafat edirəm. Mən pişiklərimə hər şey layiqdir. Bundan yaxşı da layiqdir. Mən Pepsi də layiqdir. Hə, sən Pepsi də layiqdir. Nabatın da qara bir dənə Pepsisi var. Yerə göyə sıxışdıran mı? Sizin görmədiyiniz hissələrdən mən Səriməndə Nabatla bir yerdə yedim, içdim, söhbət edim. O qədər hətta söhbət elədik ki, saat 11-də görüşüb 12-nin yarısı yeməyə başlamışdıq tam olaraq. Yəni sifarişin yeməyi və s. Ətrafdakı səsə görə üzürsən, məhəllədəki uşaqlar futbol oynayır. Amma sadəcə futbol oynamırlar, yəni bir-birlərini qıra-qıra futbol oynayırlar. Nəysə, deməli Nabatla saat 12-nin yarısı başlayan Səriməmiz saat 2 idi. Baxdıq saata ki, saat artıq 2-dir və ayıbdır deyə durduq da. Yəni necə başımız qarışıb söhbətə heç ağlımıza gəlməyib ki, saat neçə oldu. Sonra da elə gördüyünüz kimi getdik kontaktda ütülərə baxdıq. Oradan da mən evə gəldim, biraz dincəldim falan. İndi də Kamranla bir yerdə təkrar çıxırıq şəhərə. Tələbə. Kamran bayaqdan ancaq bu mahnını oxuyur. Bu gün son zəngli bu arada videonun. 10 il oldu mənim məzun olmağım və sənin məzun olmağın üzərinə. Bəli, məktəbdə məzun olmağımızdan tam 10 il keçir. Həqiqətən də vaxt çox tez keçir. Nə tez böyüdük biz. Hə, belə. Yəni səhərdən ancaq bu mahnını oxuyur Kamranda. Bu arada Nabat dedi ki, bu rəng sənə çox qəşəng yaraşır. Sən nə düşünürsən? Hansı rəng? Bu rəng. Qəşəngdir. Deyir, hansı rəng? Nə rəng giymişəm? Çox ləzzizdir. Əgər yeniliyə açıqsınızsa mütləq yoxlayın. Şərəfə. Bir qədər gəzib, söhbət eləyəndən sonra gördük ki, artıq acırıq və dedik ki, gedək axşam yeməyini elə məhz alovda yeyək. Bura Boranı ilə demək olar ki, eyni konseptdə, eyni menyuda və eyni qiymət aralığındadır. Elə Boranın tərzindədir. Qiymətləri təxmini eynidir. Münasib qiymətlərdir. Terasda var, sadəcə terasda siqaret içilər deyə ora çıxmadı. Sərimənin çox münasib imiş. Həftə sonları 25 manata və doyumlu görünür. 4 nəfər üçün də 40 manat. Bunu dəyərləndirəcəm böyük ihtimal. İşıq biraz belə cürdü, amma yenə də. Belə biz sifarişlərimizi verək, gələndə yenə yeməyimizi göstərəcəm. Bu Kamranın mərcisidir. Sadəcə uzun zamandır bu rəngdə mərci görmürdüm. Çox qəribədir. Biraz yaxınlaşdırım. Limon sıxıb üstünə biraz. Yesin, rəyini də bildirsin. Qaynadı. Ortalamadır, amma sənin bişirdiyin mərciyə çatmır da yəni. Bu
Bu da mənim limonadımdır. Mango marakuya. Bu arada bilmirəm, səsini eşitdizə yox. Kamran dedi ki, sən pişirdiyim mərci çatmır. Elə? Bu artıq mənim bu gün ikinci limonadım sayılır. Dadlıdır. Bildiyimiz ev sayağı limonada oxşuyur. Amma sirop var içində. Amma mən qazlı içkiləri çox sevirəm. Deməli, bu mənim sifarişimdir, bu Mövlanadır. Bu isə Kamran sifarişidir, bu da tərəvəzli Ali Nazikdir, hə? Hə. Hər iki yemək Boranda tez-tez sifariş edib yeyib bəyəndiyimiz yeməkdir, amma burada sözün düzü o qədər də çox bəyənmədik. Adiş üçün hədiyyə aldım. Bu koftası. Burada bir də uşaq ayağını yürüşür. Bu koftası. Bu da belə şalvarı. Ümid edirəm əyninə olacaq. Çok şey oldu məncə. İndi biz dəniz kənarı ilə gəlirdik. Bu qışqırıq səslərini boş verin, amma qarşıdan Mərdan Kəzimovdur səfərim soyadı. Onun səsi gəlir. Deyəsən elə məzunlar gününə özəl konsert var. İndi gedək görək orada həqiqətən konsert var ya yox. Hə, deməli gəldik. Konsertdə də bilmədən iştirak elədik. Dedik, güldük, əyləndik, oynadıq. Mən oynadım, Kamranın da mimikası bax belə idi. Göstər, mən özəyim. Belə. Mən belə oynayıram, o belə. Arada bir üzünə belə baxanda ki, yəni niyə oynamışsın, mənə əl çalırdı arada bir. Vəsə. Yəni bugün o deyirlər əsl yerində dura bilməyən qız və ağır oğlan. Əsl oydu. Nəysə, əsl mən əyləndim. Biz ondan əylənsəydim daha yaxşı olardı. Yanımda axıran kimi belə dayanım. Sağa keç, sola keç. Buradan adam gəlir. Yavaş başına dəydi. İndi dedim ki, bu əyləncə mənə bəs deyil. Mən marojna istəyirəm. Gedirik mənə marojna almağa. Mən dondurmamı yedim. Doydum. Hətta partlayıram. Gedib yatmaq istəyirəm. Çünki artıq saat 11 işləyir. Bizdə video növbəti gündən davam edir. Növbəti gündən salamlar. Deməli, ürəyim dəhşət dürüm istəmişdi. Ona görə də çiğ köftə sifariş elədik. Mən ultra böyük seçmişəm. Yoldaşım da ultra böyükdən piçik qılıb alacaq. Çünki o kotlet də yeyəcək. Ağzım sulanıb, tez yiyeyim bunlar. Nə böyük də dözdə. Deməli, belə bir daraq vurmuşam. İstədim ki, bunları sizə göstərim. Mən balalarım da burada oynayırlar. Hə, deməli, istədim bunu sizə göstərim. Ümumiyyətlə, darağım əslində var. Sadəcə olaraq, bilmirəm, düzgün seçim eləməmişəm. Mənsə, mənim saçımı çox yox. Bu, ümumiyyətlə, belə formalı daraqlar deyirlərin görə saçı çox yaxşı açır. Dolaşıqlardan və s. Mən də əslində, Nastitanın belə bir darağı var. Onu istəyirdim. Sonradan qiymətinə baxdım ki, yəni bir daraq üçün səfərimdə mən gördüyüm və bəyəndiyim daraq 20 neçə manatdır. Dedim, yəni bir daraq üçün bilmirəm nə qədər düzgündür, o qədər pul vermək. Nəysə vermədim. Belə bir daraq aldım, amma işimə yaramasın, sonra gedib onu alacağım. Ümid edirəm ki, işimə yarayır. Çünki eyni formadır, eyni, hər şey eynidir. Sonra bir dənə belə mənim topuz fırsam yox idi. Topuz, at quyruqlarını yığan ancaq belə daraqlar vardı. Bir nazik belə uzun daraqlar olur. Qara rəngdə, qəhvəyi rəngdə onlardan var, amma onlar da iz saxlayır. Belə bir şey lazımdır ki, mənə iz saxlamasın. Belə, sonra bir də belə 2 dənə fırça almışam. Bunlar Tanel krem fırçalarıdır. Sənəbər bunları dəhşət çox təriflədi mənə ki, bəs bunları al, çox qəşəklər və s. Mən də aldım bunları. Belə bir şey. Çünki mən fırça dəstim var idi, sözün düzü. Orada yəni hələ dəhşət çox qalıb. Fırçam təzə açılmamışları, lap aşağı qoymuşam. Amma sən işte dedi ki, yox da bu fırça o fırçalardan da qəşəkdir. Yəni ki, mütləq şəkildə al, qoy evdə olsun. Dedim, hə, yaxşı alaram. Beləcə aldım. Bir də tripodu açıb baxdım, sırası həyəcanla gözləyirdim. Çünki öz tripodum 2 dənəsi artıq işə yaramaz haldadır. Çünki belə nəsə dandikdirlər, biraz ara bir. Nəysə belə bir tripod almışam. İnşallah bu yaxşı olar. Ayağı falan ona nisbətən çox yaxşıdır. Neyse, bu belə görünsə də bunu belə açırsınız. Çox uzun olur da, yəni 1.70 falan olur. Bir dəqiqə açım göstərim. Baxın, belə bir şey oldu. Hətta deyəsən bu 2 metrdir. Tam xatırlamıram, çoxdan sifariş eləmişəm. 3 həftə falan olar.
Telefon bura taxırsınız, istər belə, istər düz formada. Bu yerə düşən mübarək elədiyimdə bunun işığıdır. Düzdür, elə güclü işıq deyil, çox azcadır işıq. Yəni ki, yox kimi bir şeydir bu işıq. Amma yenə də üstündə var dedim, heç nə olmaz. Onsuz istifadə eləməyəcəm, çox zəifdir. Yenə də niyə də yox. Oxu. Hə, saatı qoluma taxdım, baxın. Yolda gedə-gedə qırdım. Biz gəlmişik Şəlalə ilə bir yerdə saat təmirinə. Bunun şeyini düzəldəcəm. Şəlalə buna kəmər taxdıracaq. Bəli, və Baterika da Daha işləmir. Məndə də ancaq batareya qoyulmalıdır. Görək necədir. Biz gəldiyimiz ünvan baxın buradır. Səhv eləmirəmsə qabaqda hökumət evi olmalıdır. Bu tərəfdə də Port Baku. Salam. Xəbər yoxdur? Saatım hazırdır. Bu saatı bu arada mənə Kamran almışdı. Kamran mənə indiyə qədər o qədər hədiyyə alıb ki, mən artıq bilmirəm ki, bunu hansı gündə alıb mənə. Amma səhv eləmirəmsə ilk hədiyyələrindən olmalıdır mənə. Ya birinci, ya ikinci mi belə bir şey. Onun dedim mənim üçün çox dəyərlidir və qoymaram ki, bunun yəni başına bir iş gəlsin. Elə həmin günün axşamı mən evə gəldim, əyinimi dəyişib təzədən bravoya getdim, Kamranla görüşdüm. Kamran özünə təzə ayaqqabılar alıb. Çox qəşəng, mübarəksən. Dedim, sizə də çəkim. Buralar qəribədir amma. Bunun özünün modu belə. Hə, model eləymiş. Çox qəşəng, mübarək. Can sağlığı ilə. Başqa nə almısan? Başqa sarışqadır. Ağ sarışqa aldım bir dənə standart. 28 manata. Yaxşı, Bir də corab onu aldım çəkmə özümə 10 manata. Yaşıramsan. Tualet salfetini alacaq, 16 dənə hədiyədir, qiyməti də 15 manat. 9 endirimdə hansıdır? Azər süt tezədir. Məncə yaxşı deyil, Milla da yaxşı məncə. Orada da endirim yox. Onlar 3.2 yağlılıqdır, əslində 1.50 daha yaxşıdır məncə. 1.5 yağlılıq daha yaxşıdır məncə. Birini dəyişdirib belə laktozsuz götürdük. Biri də 1.5 yağlı. Bir dənə belə dietik kəsmiyi götürdük. Kamran kokteyllər üçün istifadə edir. Bir də mənim son vaxtlar favorim olan səhər yeməyim. Gretski, yəni Yunan yoğurdu. Bu çox proteinlidir. Üzərində baxın qeyd olunub ki, 12 qram protein var içərisində. Səhər yeməyi kimi üstünə alma doğrayıb yeyirəm. İndi də qatıq seçirik. Milla yaxşıdır məncə. 6 yoxsa 3? 3.2. Çox yağlı olmasın. Qiyməti də 3.29 qəpik. Endirimdə deyil, amma qırmızı rəngdədir. Niyə? 1.5 yağlılıqlı belə endirimdə gördüm də elə bunu götürəcək. Bunun sroku 6-cı ayın 28-ci gününə qədərdir. 8 gün. İsə ət seçirik. Burada belə qıpqırmızı ət var. Mən bunu xoşladım. Təbii ki, olmazsa olmaz mərcanın toyuqlarından götürəcəm. Baxın, nisbətən kiçik ölçüdə olanı götürüm ki, bir dəfə bişirməli olsun. 8.70 bunu götürəcəm. Qara çayla fərqli bir çay yoxlamaq istəyirəm. Ona görə bu çayı alıb ikisini qarışdıracağam. Manqolu. Kamran bir ət seçib ki, deyir ki, niyə çəkməmisən əti? Qıpqırmızı deyir. Buna baxın. Qan çanağı kimi. Mənim ən sevdiyim kofe. Yenə də mənim ən sevdiyim pendir. 11 manatda düzdür, endirimdə deyil, amma bir ədəd böyükdən götürürük. Çünki belə baxanda 450 qramlıqdansa bu daha çox sərf edir. Başlanğıc olaraq kök götürmək istəyirəm. 2 ədəd bəsdir mənə elə gəlir ki, yaxşısından. O çox qocadır elə bir. Bir dənə bu yaxşıdır, bu cavana oxşuyur. Ay hə, yaxşı. Gördük. Bir də yaxşı onda 2 dənə qəşəng kök seç istəyirsənsə. Orta boyda, əslində hə, belə boylarda, amma ops, şu nədir? Mərciyə vuracam. Yaxşısını görsələr yazsınlar yorumlarda, qaydaq götürün. Təsəvvür edin. Bu nə pişdi ki? Yaxşı qoy. O bizim bəxtimizdir. Onsuz da yazığı heç kim almayacaq, biz alaq. Deyirsən, buydu, hə, yaxşı. Boydu. O nədir? Bunu da heç kəs almayacaq. Hə, yaxşı, alaq. Bunu da biz alaq. Heç kim almayacaq onsuz onları. Hə, bu təzə kartofu oxşayır, səhvləmirəmsə. Qiyməti məncə yuyulmuş kartof 1.20-dir. Bəsdir məncə. Bir dənə də at isə. Mən çeri pomidor yeməyi çox sevirəm. Amma bunlar elə bir lap balacadır. Bu yenə normal deyil. Bu vəbşi çox balacadır. Yəni videoda böyük düşür. Neysə, bu rəngi qaçmış pomidorların yanına gəlmişik. Qiyməti 3 manat 50 qəpikdir amma. Bu pis oxşamır. Hədə düzlərə bax, düşür. Sıra xiyardadır. Atmıyor. Amma yaxşı xiyar tez düşür. Keçən videoda bir xanım irad bilir. Əslində o da haqlıdır. Sadəcə olaraq tamamilə doğrudur. arxa kadrı bilmirdi. Dosta biz bunu özümüz atdığımızı özümüz götürürük. Zarafat edirəm ki, bunu belə atanda tez düşürsə yaxşı xiyar.
Gecikirsən. Xiyarın gecikmə imkanı var. Hamı senin işində. Mən diqqətlə qulaq asıram. Nəysə, 3-4 dənə xiyar alacağıq. İndi isə 3-4 dənə də biber götürmək istəyirəm. Bir də son olaraq 3 dənə kivi götürdüm ki, səhər yeməklərində bəzən ürəyim meyvə istəyir. Eniştəniz bugünkü əməlindən çox peşman olub. Özünə aldıqların qarşısında mənə də makflori ismarlayır. Mən hər zaman kitkatlı çiyələkli makflori yeyirəm, amma təbii ki, zövqlər fərqlidir. Mən makflorimi yeyənə qədər siz də xahiş eləyirəm ki, kanalıma abunə olun. Özünüz də görürsünüz ki, izlənmələrim azdır deyə bir müddət motivasiyadan düşmüşəm və videolar çəkməyə həvəsim oldu. Amma çalışacağam ki, bundan sonra daha yararlı videolar çəkim. Siz isə qarşılığında məni takip etməyi, vloglarıma like qoymağı, komment yazmağı unutmayın. Növbəti vloglarda görüşmək üzrə. Hələlik.